Çok savadlı qız idi, hüququ bitirmişdi. Dövlət işində müstəntiq işləyirdi. Gecə saat 4-ün yarısı mənə zəng elədi ki, Bacım gecə saat 4-ün yarısı mənə zəng edib, özümü çox pis hiss edirəm. Anama tez gəlməsini söylə dedi. Bu gün TV xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında mərhum xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşar qızı bacısı Ülviyənin ölümü ilə bağlı danışarkən deyib. Anam ora çatana qədər bacımın qızı məni görüntülü zənglə yığıb, "Xala, qorxuram, anam yerə yıxılıb" dedi. Kameranı bacıma tərəf çevirəndə gördüm ki, o bir nöqtəyə baxır, həyatını itirib. Qolunda təzyiq aparatı var idi. Elə də yıxılıb, ağzından köpük gəlirdi. Çox çətin olacaq. Qızı Gülnara baxmaq mənim öhdəliyimə düşür deyə Ülkər bildirib. Qeyd edək ki, Yaşar Nurinin böyük qızı Ülviyə Yaşar qızı noyabrın 15-də səhər saatlarında ürək çatışmazlığından vəfat edib. Hüsniyə Salmanova, Bugün TV. çox savadlı qız idi, hüququ bitirmişdi. Dövlət işində müstəntiq işləyirdi. Gecə saat 4-ün yarısı mənə zəng elədi ki, özümü çox pis hiss eləyirəm. Dedim, nə olub? Dedi, bilmirəm, tər basır məni, su basır, mama ilə tez gəlsin. Bilirsiniz ki, az yaşlı uşağı var, 6-cı sinifdə oxuyur. Dedim, mama gəlsin, mən qorxuram. Mamam bura çatana qədər uşaq məni görüntülü yığdı ki, xala, mən qorxuram. Mamam deyir, bax, yerdədir, yıxılıb. Mən dedim ki, get qonşuya, kömək istə, nənə də çatır, mən də gəlirəm. Kameranın çevirində gördüm bacım uzanıb bir nöqtəyə baxır. Mən başa düşdüm ki, yəni, o həyatını itirib. Gördüm ki, elə yerdədir, qolunda təzyiq aparatı var, elə də yıxılıb. Şimdi baxır, ağzından da belə köpük gəlirdi. Çox çətin olacaq, çünki artıq Gülnara baxmaq mənim öhdəçiliyimə düşəcək.